Əziz qardaşım, vallahi mən sənə Açtım attım attım Dünenimi sana okşattım Ayın olsa bu dünyada Heves etmez seni o da Genelde bir fırşuna beni yıktın eşk derdim Derdim dünya bedeldi sen gelirim benim yerime sen ol. Kızlar gece saat 4'ün yarısıdır. Mən 5'e... saat 5'e işləyir. Mən blinçik tortu hazırlayıram. Yəqin ki bu gece yatdı, yoxdur artıq səhər olub. Neysə ki blinçiki hazır edib sonra daha sonra kremini eləməliyəm. Gecədən hazır olmalıdır. Ona görə gördüm həvəsim var. Dedim qoy bir hazırlayayım indidən. Çünki səhər eləsəm axşama tam ola bilər ki özünü tutmasın. Dünyanın işini görəndə bir tərəfdən blinçik hazırlayıram. Bir tərəfdən özüm üçün Türk qəhvəsi hazırlayıram. Orada paltarlarım yuyulur. Yəni o qədər iş görmüşəm bayaqdan. Blinçik tortum hazır oldu. Biraz səliqəsizdir bu hissələri. Süfrəyə verdikdə səliqəli salacağım və blinçikin bu qıraqlarını elə bir ki şeydən keçirtdim. Üydücüdən keçirtdim. İndi qoyuram soyuducuya. Yuxudan durandan sonra gedəcəm onsuz da Mərvanı laqapetə aparanda bir dənə kakao alaram. Yenidən üzərinə əlavə edərəm və belə. Bu da mənim blinçik tortum. Bəh. Artıq saat 7-yə qalıb 15 dəqiqə mən işlərimi bitirdim. Bütün paltaların hamısını da yudum. Buraları da təmizlədim. Qablarımı da yudum hamısını və burada qaldı göyərtilər. Artıq onları yumağa, onları təmizləməyə halım yoxdur. Moykanın içini təmizləyə bilmədim. Çünki sabahları saxladım ki, günorta ət bişirəcəm. Düşündüm ki, ətdən sonra moykanın içini təmizləyərəm və taxtalarımı da yağladım və bu arada mən bunlardan istifadə edirəm, soyuducuya qoyuram ərzaqların yanına. Elə də həm qoxunu, pis qoxunu götürür. Mən belə bir şey oxumuşdum ki, həmin bu şariklər meyvə tərəvəzin yanına qoyduqda daha gec xarab olurlar. Elə bundan 3 ədəddir. Birini itirmişəmmi, hardadır bilmirəm. Bunu da ki qoyum bura. Biri oradadır. Günorta o ətdən yemək bişirəcəm. Neysə mən getdim yatmağa.
Yatmamışdı. Şəbəkə. Deməli bunlar hər biri əl işləridir. Və burada həm qızıl var, həmçinin gümüş də qızıl suyuna salınmış. Variantlar var. Aha. Burada baxa bilərsiniz. Bunlar gümüşdülər. Gümüşün produ neçə olur? 925 əyar olur. Qızıl suyu ilə örtülür. Rəngi ağarmır, ömürlük qarantiya verilir. Əgər Aha. rəngində ağarma baş verərsə, bir ömrün sonuna qədər bizə gəlib o rəngini təzələyə bilərsiniz. Bu kimi üstünlüklə və əl Gözəldir. işlərimiz Bunların başdan hamısı axıra qədər əl işləridir. Yəni heç bir qəlibdə süzülməyib. Bu üslubda iş görən bu biraz təkəbbürdən kənarda Aha, Azərbaycanda yeganə bu brenddir ki, şəbəkə. sıfırından axırına qədər, mən demirəm belə bir brend yoxdur var. Amma sıfırından axırına qədər əl işi heç bir yoxdur. Bizdə sıfırından axırına qədər əl işidir. Buna şahid olmaq üçün sizə göndərilən məlumatların içində bunun işlənmə videosu da göndərilir. Hətta. Çox gözəl. Məsəl üçün mən bunu çox bəyəndim. Burada çox gözəl qədimi üslubda İstəyə görə də işləmə bazılana bilər. Hətta Xalqa şəbəkədən sırğalar. ad da yazıla bilər. Hərfi, ya adı da yazılır. hə, bunlar amma qızıldılar. Bunlar belədir. Amma hamısının gümüş variantını düzəltmək mümkün. Möhtəşəm. Qaşlar da Həqiqətən. orijinal firuzədən istifadə olunur. Ay bu çox gözəldir. Bu bunun var şeydir. Balaca ölçüsüdür. Bu daha böyükdür, səhv etmirəmsə. Bir də burada balaca Aa, bunu ölçülər var. belədir. Bunu da Aa. qeyd edeyim ki, bu ölçədə bu buradan bəs belə görsən 10 qəpinin də içindən balacadır. Aha. Bu xırdalıqda sırğa əl işi olaraq heç bir lazer görüntüdən, böyüdücüdən istifadə olunmur, düzəlib batıra bilərlər hər yerdə. Bu da yalnız bizdədir. Bu ölçüdən gedir söhbət. 10 qəpikdən də balaca ölçüdə. Bu da çox gözəldir. Ay. Bunlar həm uşağa da gedər, həm elə xanımlar var ki, Hə, xırda sırqada, hə. balaca sırqada taxmağı sevirlər. Daha sonra bir belə də qolbaq var. Qiymətlərindən də biraz sizə məlumat verəcəm qızlar. Görün necə gözəl əl işləridir. Möhtəşəm də, yəni həqiqətən çox gözəl, çox super, maşallah. Maşallahımı da deyim. Bu da gözəl. Onun qiyməti neçə? Yaz qeyd olunur. Qiymət qeyd olunur. Qiymət qramına görə hesablanır. Yəni, məsələn, bunun qiyməti neçədir? O da çox gözəldir. Bunlar 583'dür, rus qızılı. Bunun qiyməti 609 manat, 600 manatdır. Və bu şəbəkə üslubunda olan qızılların bir dənə özəlliyi ondan ibarətdir ki, Aha. yeganə yəni növdür ki, buna biz qarant veririk. Alınan qızılın qiyməti heç vaxt aşağı düşmür. Yəni bizdən aldığımız malı bir aydan sonra da gətirsəz eyni qiymətdir, 10 ildən sonra da gətirsəz eyni qiymətdir, hətta qaldıqca qiymətli artır antik növ getdiyinə görə. Amma istənilən qızılın məlumat fərqi yoxdur, onu bizdən və ya başqasından alır. Dükandan çıxdı, qayıtdıqdan sonra onun qiyməti Düşür. Amma bu hətta çox model düşür. şəbəkə üslubunun yəni qiyməti heç vaxt Özəlliyi də düşmür. var imiş. Çox gözəl. Bu bunun balacası da və böyüyü də budur. Qızıl variantı, bu isə gümüş variantıdır. Aha, bir də beləsi də var. Ay canlarım. Neçədir bunların qiyməti? Bizdə çox qiymətə verəcəyə standartsız 100 manat. Hansı bu? Bu Super. qiymətə bir şey yoxdur. 100 manatdır. Qolbaq da həmçinin, sırğa da həmçinin belə bir planımız var. Yəni bunlar hamısı 100 manat. Bu da 50 manatdır. Bu 50 manat. Standart qiymət.
Ağarmağı ilə bağlı narahatçılıq olarsa bu bujuteriya suyu deyil də. Yəni insanların həmişə ağlında qalıb ki, bujuteriya aldım ağardı və ya bu qızıl suyu ayrı şeydir, bujuteriya rəngi ayrı şeydir. Çok qəşəngdir. Sizin adı nədir? Merva. Merhaba. Bak, sana hediye verildi. Ay ne güzel. Çok sağ ol Bəs. Çok sağ olun. Ay, güzel kız. Bunun en iyisi. Bakma bunun en iyisiydi. Baxın, sırğanla dəstləşdirmək olar. Yəni möhtəşəm. Bu qızıl idi, hə? Çox gözəl, çox. Bunun hələ gözəlliyinə baxın da, gümüşdür. Qəti seçilmir qızıldan. İçindəkilər qızıldır. Və mənə hədiyyə olaraq bu qolbaq verildi. Çox sağ olsunlar. Çox bəyəndim də, yəni super. Mərvaya da belə üzük verdilər. Amma bu Mərvanın əlinə çox mənim əlim olur. Allah mənim olsun, nə olar? Sana bilemem işte. Evdə başımı belə aldadırsa. Mərvaya burada o qədər hədiyyələr verildi ki, hər polkadan bir dənə hədiyyə qazandı Mərva. Çok sağ olun, teşekkür ederim.